bunun başqa bir adı yoxdur. Varovskoy deyirlər. Yəni oğru aləminin təbliğatından bəhs edən mahnıların. Üzürsün Buyurun. deyən bağışlayın. Buyurun. Oğru aləmi nə deməkdir? Mən Bax, indi anlamadım. mən onu sizə bu Azərbaycan şəkildə- dövlətimiz Bəli. demokratik, hüquqi bir dövlətdir. Əfsuslar olsun ki, Oğru onu aləmi- təbliğ etmək istəyənlər var bəli. Bu Bəli, nöqteyi nəzərdən bilirsiniz sizdən o mən istəyirəm. gənclərdir. Bəli. Və bəziləri o TikToka baxaraq özlərini şir kimi, pələng kimi hesab edirlər. Ancaq cinayət törədəndə Bəli. onlar olurlar bir balaca, bir dovşan qaçırlar, qaçmaq istəyirlər, ancaq Bəli. qaça bilmirlər. Qanun çərçivəsində Bəli. tapılaraq və qanunla da cəzalanır. Cinayətkar cəzasız qalmayacaq. Təbii ki. Ancaq Aha. bəli, çox gözəl vurğuladınız. Şadlıq saraylarında, bəzilərində Dola Varovskoy mahnılardır. Tək o deyil təbii ki. Çox Oxutdururlar. mahnılar var, bəli. Və öz aləmlərində bunlar özlərini hesab edir ki, mən şaham da, Bəli. Mən çox yaxşı bir yaxşı, addım atdım. bəli, addım attım. İgidcəsinə, Bəli. Kimlərəsə məsələn, bunlar da bilirsiniz nətədir? Bunlar dil adamıdırlar. Dildə danışanlardır. Bəli. Qarşındakı insanı oturaraq psixoloji danışıqla onları qorxuzur qarşındakı insan. Səni öldürərəm, sənin evi yandıraram, belə eləyərəm, həll eləyərəm. O anlamır ki, sən Azərbaycan dövlətində yaşayırsansa. Bəli. Azərbaycan dövlətimiz hüquqi, demokratik bir dövlətdir. Bəli. Əgər vətəndaşın nəsə problemi varsa, hüquq mühafizə orqanlarına müraciət edə bilər və hüquq mühafizə orqanları da o vətəndaşa dəstək, qayğı göstərəcək. Bəli. Lazımi dəstək Bəli. göstərəcək. Sən kimsən ki, sən bu cür rahatçılıqla, Bəli. çirkin yolla pul əldə qazanc etmək istəyirsən. Bəli. Özdə bilirsiniz nətərdir? Çox şeylər var. Mən demək istəmirəm, efirdir. Bəli. Ancaq tam bunu əminliklə söyləyə bilərəm ki, mən bəyan edə bilərəm ki, Azərbaycan dövlətimiz hüquqi, demokratik dövlətdir. Bir məna var, Və təbii. vətəndaşlara buradan səslənirəm ki, bəzi vətəndaşlara o cür şəxslərə heç nə müraciət etməsinlər. Bəli. Gedin, ərizə ilə müraciət edin. Bizim Daxili İşlər Nazirliyi qaynar xətti var 102. Bəli. Polis qaynar xətti. Bəli. Gecə gündüz xidmət edir hər bir vətəndaşa. Dinindən, əqidəsindən asılı olmayaraq. Heç Azərbaycan vətəndaşı olma. Bəli. Nəsə problemin varsa, Daxili İşlər Nazirliyinin 102 qaynar xətti